da verim. Pronoun ilk hissəsini izah eləmişdim. Bugün digərlərini keçirik. Yerdə qalan əsaslarını. Ə, Birinci qaydanı izah edeyim, sonra keçək testlərə. Deməli, defining pronouns, təyini əvəzliklər. Defining pronouns, təyin əvəzliklərimiz hansılardır? Other, another, others, each, every, either, all, whole and both. İndi bunların bir-birindən fərqlərinə gələk. Another, other, the other. Bunların üçü də digər başqa deməkdir. Bəs bunların bir-birindən fərqi nədir? Another'dan göründüyü kimi en artiklı var qarşısında. Deməli, en artiklı yalnız sayıla bilən tək isimlərlə işləndiyinə görə another da yalnız sayıla bilən tək isim tələb edir. Mesela another book. Ama other da digər başqa deməkdir. Amma other'dan sonra ya sayılmayan uncountable noun ya da plural noun cəm isim işlənir. Yəni tək sayılan işlənə bilməz. Biz deyə bilmərik ki, other book. Bu səhvdir. Sayılan isim mütləq cəmlənməlidir. Other books ya da sayılmayan isim. Other money. The other. Deməli, the other, the artiklı var qarşısında, müəyyən artiklı var. İstənilən isimlə işlənə bilər. The artiklına görə. Tək isim də gələ bilər, cəm isim də, sayılmayan isim də. The other book, the other books, the other sugar. The other biz hətta isimsiz də işlədə bilərik, digəri. Amma doğrudan bunların arasında sadəcə other'dır ki, other heç vaxt müstəqil olmur. Other özündən sonra mütləq isim tələb edir. Bunu yadda saxlayaq. Deməli, ay Allah qıraqdım. Aha, others ama başqaları digərləri deməkdir. Others müstəqildir. Others'dan sonra isim işlənə bilməz və others əgər cümlədə mübtəda rolundadırsa, xəbər cəmdə olmalıdır. The others are coming. Digərləri gəlirlər. Aha. Məsələn, bunlarla bağlı indi test nümunələri necə düşür bizə? I have two brothers. One of them is a doctor. He is an engineer. Deməli, burada birinci biz nəyə əsasən baxırıq? Birinci pronoun testlərində nöqtələrdən sonra isim varmı ya yox, buna diqqət etməliyik. İsmimiz yoxdur. İsim yoxdursa direkt other'ı çıxırıq. Çünki other'dan sonra mütləq isim gəlməlidir dedik. Sonra xəbərin tək və cəm olmasına baxmalıyıq. Xəbərimiz is təkdədir, amma others cəmdir. The others cəmdir. Qaldıq another'ın the other arasında. Bəs bunları necə fərqləndirək? Bunların ikisi də isimsiz işlənə bilər. Another'da ən artiklı qeyri-müəyyəndir, düzdür, məlum deyil bizə. Ziyazırdamızda müəyyən artiklıqda məlum olanı göstərir. Deməli, əgər bizə məlumdursa, xüsusi nədənsə danışırıqsa, müəyyəndirsə bizə ziyazır, qeyri-müəyyəndirsə another. Amma test üsulu ilə ən rahat yolunu deyim. Əgər bizə əvvəlki cümlədə rəqəm versə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə nəsə var, kimsə var, onda mütləq növbəti cümlədə ya ziyazır olacaq, ya da ziyazırsı olacaq. Ziya artiklı olana yönələk. Çünki müəyyəndə axı, o iki qardaşdan digərini deyir. Aydındır? Ona görə cavab ziyazırdır. İndi məsələn, burada rəqəmi dəyişək. I have 5 brothers, 5 qardaşım var. One of them is a doctor. Are engineers desəydi, biri həkimdir. Onda another. Yox, onda ziyazırsı olardı. Olur. Demədik, əvvəlki cümlədə rəqəm varsa, növbəti cümlədə z olana yönələk. Z. Ya ziyazır, ya da ziyazırs. Xəbər təksə ziyazır, cəmsi ziyazırs. Başa düşdün? Bəs others niyə olmadı? Mən onu bilmədim. Hər ikisi də cəmlə işlənir də elədirsə. Yox, bəs dedim axı, əvvəlki cümlədə rəqəm var, 5 dənə qardaş, 0-5-in digərlərini deyir, bizə məlumdur. Rəqəm varsa ya the other, ya da the others olur. Çünki məlumdur bizə, o 5-indən, 3-ündən digərlərini deyir. Anladın? Aha. Bax, məsələn, biri də var burada. There are 5 pens on the table, one of them is blue. Bax, burada da yine. Birincisi, Bize adres olur da onda. bəli. Qısacası bilsək, ziyazır. Xəbər cəmdir, another təkdir, ziyazır təkdir atdıq.
Azır olmaz çünkü azırdan sonra mütləq isim gəlməlidir. Amma burada xəbər gəlib. Jane-i də atdıq. Və burada bizə 5 rəqəm verib deyə, sırf 5-indən digərlərini deyir deyə nə olacaq? The others. Bir dənə others olan testi olsa onu da göstərərdi. O Deməsəm, hansı? some people are rich. Bəziləri zəngindir. Tutaq indi bunu boş qoyub da bizə. Düzdürmü? Baxıram yenə Hı. xəbər cəmdədir. Ziyazır atdıq. Another tək də atdıq. Azır isim tələb edir, amma ar xəbərdir. Və bizə burada hansısa insanlardan danışmır ki, əvvəlki cümlədə rəqəm verməyib. Bax, deyir, bəzi insanlar zəngindir, digərləri kasıbdır. Ümumiyyətlə insanlardan danışır. Hə, bildim. Others are poor. Aha. Sonra other, another, the other'ına bağlı test nümunələri necə düşür? What, which, possessive pronoun, yerlik əvəzliklərimiz my, your, his, her, our, their'dan sonra ismin yerlik alınan apostrof s'dən sonra bizə isim versə, arada yalnız azır işlədə bilərik. For example, məsələn, my sister, bu cavabı düşün, ya da yeş qoy qalsın. Deməli, birinci necə baxırıq testdə, necə yanaşırıq? Bizə boşluqdan sonra sister isim verib. Azırsdan sonra isim gəlməz, düzdür? Çox tələbə burada sister təkdir deyə another-a yönəlir. Xeyr, düzdür. My olmasaydı another sister, hətta the other sister da deyə bilərik. Amma qarşısında my var. İsimlə hansısa birləşmə arasına yalnız other girə bilər. Niyə görə the other-la another olmur? Çünki artikellar var. Artikel iki söz arasında işlənə bilməz. My is a sister deyə bilmirik, düzdürmü? Onda my is the other sister da deyə bilmərik. Mənasız gəlir. My other sister. Mənim digər bacım. Mor da qayda olaraq olmaz da. Moru harda işlədə bilərik? Kəmiyyətlərimiz uşaqlar some, any, no, many rəqəmlərdən sonra isim versə amma arada həm azır ola bilər, həm də mor ola bilər. Hər ikisi də olar. Məsələn, some information. Some'la isim arasına some'la en ümumiyyətlə yanaşı olmaz, düzdür. Article dedik iki söz arasına girməz. Peşə atdıq. Boşluğu seçə bilərik. Bu deməkdir ki, yəni some information, yəni arada için işlənmir. Some'dan sonra dedik ki, azır gələ bilər. Bir də nə gələ bilər? More. Belə. Burası lazım deyil sizə. Verilməyə ehtiyac yoxdur. Hansı səsini deyiləmsə. Each, every. Hər biri deməkdir. Each, every'nin ortaq xüsusiyyətləri odur ki, hər ikisi singular countable, sayıla bilən tək isimlərlə işlədir və xəbərdə həmişə təkdə olur. Məsələn, every book is useful. Görürsünüz, book tag is tag. Əslində bunların mənaca fərqi var. Mənaca fərqi testə düşmür və sizə sadəcə grammar hissəsi düşür. Əgər ümumiyyətlə danışdıqda bir şəxslərdən və yaxud da obyektlərdən onda every işlənir. Əgər hansısa sizə məlum olan qadınlardan və yaxud da kitablardan danışırsınızsa, müəyyəndirsə bizə onda iç olur. Məsələn, ümumiyyətlə qadınlardan danışsam, desəm ki, hər bir qadın gözəldir. Bu mənim ümumi fikrimdir də. Onda every woman is beautiful. Amma bizim qrupdakı hər bir qadın gözəldir desəm, sırf bizim qrupdakı qadınlardan danışırıq deyə onda iç olur. Each woman in our group is beautiful. Və məsələn, burada hər bir kitab faydalıdır. Burada ümumi fikrimdir. Every book is useful. Amma sırf on the table, stolun üstündəki kitablardan danışırsa, onda each book on the table is very interesting. Amma bu mənaca düşmür fərqi. Sadəcə məlumat olsun deyə sizə dedim. Every'dən bunların fərqləri nədir? Every'dən sonra of işlənə bilməz. Yəni of bildiyimiz nədir? Yiyəlik al şəkilcimiz öndür. Məsələn, biz deyirik ki, otağın qapısı, onlar deyiriz the door of the room. Orada bizim ön şəkilçimiz onların ofudur. Every'dən sonra of gəlməz. Amma içdən sonra of gələ bilər. Ümumiyyətlə uşaqlar, bax, diqqətli olaq. İç olmasın, each, either, neither, some, many. Əvəzdəklə isim yanaşı durmalıdır, düzdür? Mən deyə bilərəmmi? Bir dəqiqə. Mən deyə bilərəmmi? Many the books. Deyə bilərəm many the books. Xeyr. Xeyr. Many books olmalıdır. Əvəzliklə isim arasına heç nə girə bilməz. Əvəzliklə isim yanaşı durmalıdır. Əgər girirsə, the article, yerlik əvəzi, my books, onda mütləq onları of birləşdirməlidir. Many of the books. Bu digərlərinə də aiddir. Bax, dediyim kimi each, either, neither.
ə, noun. Deməli necə oldu? Əvəzliklə isim arasında article girsə, yelik əvəzliyi girsə, my friends, yaxud da əvəzliklərdən sonra these, those, cəmişar əvəzliyi gəlirsə, yaxud da digər object pronouns, obyekt əvəzliklərimiz attitude-dan gəlirsə, onda arada nə olmalıdır mütləq? Of olmalıdır. Və əgər bəs bu mübtəda rolunda olsa necə olar? Yəni bax görürsüz, burada da qeyd eləmişəm, doğrudan burada yazmışam each, either, neither, none. Əvəzliklərdən sonra of nə zaman gəlir? İsimlə arasına z article, these, those, yelik əvəzi girsə və yaxud da as-yığdım gələrsə. Amma xəbər yenə də təkdə olur uşaqlar. Buradakı xəbərin yanındakı ismin cəmliyi sizi şaşdırmasın. Çünki biz mübtəda xəbər uzlaşmasında hara baxırıq? Ofdan əvvələ. Məsələn, deyəndə ki, each of the players given an award. Və burada mən bura xəbər verməliyəm. The was given, yoxsa were given? Was given. Was given. Çünki burada players cəm ola bilər. Amma biz uzlaşmada ofdan əvvəlki hissəyə baxırıq. İç tək xəbər tələb etdiyinə görə was olur. Çünki hər birinin ayrı-ayrılıqda nəzərdə tutulur. Belə. Either. Bunlar lazım deyil. Almost, prosto, yəni burada yazmışam. İstəsiz baxarsınız, bilməm, cümlə quranda. Almost, practically, nearly sözlərindən sonra iç yox, every işlədirik. Demək olar ki, hər bir motion deyəndə almost every car deyirik, iç car yox. Yəni burada almost, practically, nearly, every'nin qarşısında təxminən mənasını verir. Demək olar ki, mənasını verir. Practically every house now has at least 2 televisions. Demək olar ki, hər bir evin indi 2 televizoru var ən azından. Yəni, almost, practically, nearly sözlərindən sonra iç yox, every işlənir. Testdə düşən məqamlar bizə everydən sonra of olmaz. İkinci məqamda nədir? Every müstəqil bir əvəzlik deyil. Every azır kimi özündən sonra mütləq isim tələb edir. Mütləq isim. Yəni, every müstəqil işlədə bilməliyik. Deyə bilmərəm every is given money. Amma deyə bilərəm each is given money. Each müstəqil ola bilər. Və either. Either'ın çox da bir özəlliyi yoxdur. Either ikisindən biri deməkdir, bu və ya digəri deməkdir. İki şəxs, iki obyekt arasında seçim kimi istifadə olunur. Yalnız sayıla bilən tək isimlə olur, xəbər həmişə təkdə olur. I want to buy either book. Görürsünüz, book sayıla bilən tək isim olmalıdır. Sayılmayan gəlmir. İki kitabdan birini almaq istəyirəm. Ofla işlənmə məqamını bayaq dedim ki, əvəzliklər nə zaman ofla işlənir? Araya z artikılı, those, şüar əvəzliyi və də isimlə əvəzlik arasında əlavə birləşdirici bir şey olanda. Either cümlənin sonundakı either-lə qarışdırmayın. İnkar cümlənin sonunda işlənən either həmçinin mənasını verir. Bu ədatdır, əvəzlik deyil. She didn't come either. Həmçinin bir də nə idi? To-dur, düzdür. To təsdiq cümlənin sonunda istifadə olunur. İnkar cümlənin sonunda da either. Bizim dilimizdə bir dənə həmçinin sözüm var. Belə düşünün, ingiliscəsində 2 dənə to-dur və either-dır. Sadəcə təsdiq cümlələrdə həmçinin deyəndə to, inkar cümlələrdə həmçinin deyəndə either olur. İndi all. All bütün hamısı deməkdir. All həm plural noun cəmisindən, həm də uncountable noun sayılma ismindən işlənir. Yəni ona görə də buna tam cəm xəbəri və yaxud da tək xəbərdə deyə bilmərik. Yanındakı isimdən asılıdır. All books desəm, books cəmdir deyə are, all money sayılma isimdir deyə tək. All müstəqil şəkildə mübtəda olan da bəs necə olar? Xəbəri təkdə də ola bilər, cəmdə də ola bilər. Əgər canlıları əvəz edibsə, cəm hər kəs mənasındadırsa, onda xəbəri cəm üzrlü sayın. Amma hər şey mənasındadırsa, cansız bir şeylər əvəz edibsə, onda xəbəri tək olur. Məsələn, burada come to the party, partiyə gəliblər deyəndə, ol burada partiyə gələn insanlardır da, düzdür, canlını əvəz edib deyə xəbər tək cəmdədir. All have come to the party. Amma eaten by somebody, kimsə tərəfindən yeyilib. Yeyilən bir şeydir, cansız bir şeydir. Hər şey mənasına verdiyinə görə xəbəri təkdə olur. All has been eaten by somebody. All'un bir dənə sinonimi var. Bu da whole'dur. Whole heç vaxt, whole ümumiyyətlə mütləq z artiklın işlənməlidir. The whole əsasən də silent action tələb edir. The whole day, bütün gün. Whole day deyəndə səhər tezdən axşama qədər, yəni bütöv başdan ayağa nəzərdə tutulur. All days deyəndə amma sadəcə bütün günlər.
Bunlara ehtiyac yoxdur. Ya da belə deyim ki, bax, əgər sən desən ki, mənim bütün kitabım, gəl, whole-un qabağında mütləq nə olmalıdır? The olmalıdır, düzdür? The article, the whole book, düzdür? All yelik əvəzliyinin qarşısında durmalı demiş. All my books. Amma whole, yelik əvəzliyinin ismin arasına girməlidir. Bu zamanda artiklesiz işlənir. My whole book belə olmalıdır. Deməli, all yelik əvəzinin öndə durur. All his students, onun bütün tələbələri. Amma his, all, his whole day, onun bütün günü. Whole ise araya girir ama. Both, hər ikisi deməkdir. Both ümumiyyətlə istisnasız çox rahat əvəzliklərdən biridir. Çünki hər zaman cəm isim tələb edir. Xəbəri həmişə cəmdədir. Heç bir istisnasız. Both the girls, qızların hər ikisi. Both elə bil tek isimlə bilsiz nə zaman işlənir. Enddən iki ismi birləşdirsək. Bu zamanda həmdəki mənasını verəcək. Both the girl and the boy. Həm qız, həm də oğlan. Xəbər necə olacaq? Cəmdə. Both the girl and the boy are my friends. Və yaxud da both the tea and the coffee have been drunk. Əndən birləşir. Sayılmayan isimlərin xəbəri tək olur uşaqlar. Amma əgər iki sayılmayan isim əndən birləşirsə, xəbəri cəm olur, unutmayın. All və both şəxs əvəzliklərinin sonra işlənir. Bizim hamımız, we all, bizim hər ikimiz, we both. Onların hamısı, they all, onların hər ikisi, they both. Və bir də, məsələn, all və both-la bağlı, məsələn, gələn dərsdə sizə quiz atacağım, orada belə bir, buna oxşar bir test olacaq. Test nümunələri belə düşə bilər. Ümumiyyətlə əvəzliklərdə birinci ismə baxırıq, amma direkt xəbərə baxaq da burada göz qabağındadır ki, ağır cəm xəbərdir. Tək olan hansıdır uşaqlar, ataq? Each of 7. Bəli, için xəbəri təkdə olmalıdır. Və sonra deyə bilərəm, ağır xəbər cəmdir, many-də, some-da, all-da, both-da hamısı cəmdir. Bəs bunu necə fərqləyim? D article-la Z-yə görə. all of the books olur All da of the book. all the book Bir də olmur. Gedir. both. 4 Boss olur bir də. Boss çünki cəm ismə Bothdur. aiddir. C artikelini. Uşaqlar, əvəzliklə isim arasına heç nə girə bilməz dedik də. Many books, some books, each book, bəli. every book, either book. Əgər girirsə Z artiklı, yelik əvəzi, söz, onda onları nə birləşdirməliydik? Off olmalıydı. As- Off. Of. Deməli all of-la both of düzdür onda. Some of, o da getdi. Some da of-la birləşməliydi. Some of the books. Amma qalanları All da- off'dur. Bir də boss off. Hə. Amma qalanları doğrudur. All of. Both of. Niyə görə bəs all-la both of-suz işlənir? Çünki istisnadır. Z artiklının ümumiyyətlə əvəzliklə isim arasında, ismin qarşısında Z artiklı, my books da desəydi fərqi yoxdur, these songs da desəydi fərqi yoxdur. Yəni arada nəsə varsa, Z artiklına birləşdiriciləri of-suz birləşə bilən yeganə iki əvəzlik all və bothdur. Of ola da bilər, olmaya da bilər. Aydındır? Bəli. Baxın burada da qeyd edim. All these girls, all of these girls. Both these girls, both of these girls. Both the books, both of the books. Indefinite pronouns, qeyri-müəyyən əvəzliklərimiz kəmiyyət sözləri idi. Kəmiyyət sözlərində keçmişik. Yəni əslində much, many, a few, a little bunların hamısı pronoun sayılır. Sadəcə indefinite pronoundur. Bugün onlardan sadəcə some-la eyni haqqında danışacağım. Some həm biraz, həm də bəzi deməkdir. Some-la eyni hər ikisi də deməli həm sayılmayan, həm də cəm isimlərlə işlənə bilər. Yəni həm deyə bilərəm some coffee, biraz coffee, some students, bəzi tələbələr. Elə bir belə deyim də, some cəm isimlə işlənəndə bəzi mənasını verir. Sayılmayan isimlə işlənəndə biraz mənasını verir. Some yalnız necə cümlələrdə işlənir? Təsdiq və nəqli, positive, affirmative sentences. Eyni isə inkar və sual cümlələrində işlənir. Məsələn, I drank some coffee. Cümlə təsdiqdir və nəqlidir. Biraz kofe içdim. Did you drink any coffee? Heç kofe içdin mi? I didn't drink, inkardır. Cümlə eyni olacaq, any coffee. Some, təklif və xahiş xarakterli sual cümlələrində istisna var.
Mesela Sami dedi ki yalnız təsdiq və nəqlidə sualda inkarda olmur. Amma sam bir halda sual cümlələrində işlənə bilər. Təklif və xahiş xarakterli sual cümlələrində. Təklif və xahiş olduğunu da nədən biləcəm? Cümlə would you like, can I, could I ilə başlasa sam işlənir o zaman. Would you like some tea? Biraz çay istərdin mi? Can you give me some money? Biraz pul verə bilərsənmi? Sam hansı halda inkar cümlələrdə işlənə bilər? İnkardan əvvəl. İnkardan əvvəl. Yəni inkar cümlə samla başlaya bilər. Amma inkardan sonra sam çevrilməlidir enlə. Some countries are not independent. Çünki orada bəzi mənasını verirsən. Bəzi ölkələr müstəqil deyil. I don't have any friends. Görürsünüz inkardan sonra amma eni işlətdik. Eni də əksinə, samın əksinə inkar cümlə eni ilə başlamışlar. Deməli, inkar cümlə samla başlaya bilər, amma eni ilə başlaya bilməz. İnkardan sonra amma sam yox, eni işlənir. Eni istənilən mənasında təsdiq cümlədə ola bilər. Və bu zaman əsasən sayıla bilən təkrar işlənir. You can take any book. İstənilən kitabı götürə bilərsən. Any person can enter the hall. İstənilən şəxs zala daxil ola bilər. Törəmələr. Son olaraq törəmələr nədən törüyür? Body, one, think, daha doğrusu some, any, no, every'dən törüyür. Sonluqları da body, one, think və where olur. Sonra body, one olanlar canlıdır. Think olanlar cansızdır. Somebody, someone, kimsə. Something, nəsə. Anybody, anyone. Yəni bu sual cümləsində işlənsə kimsə, amma inkar cümlədə işlənsə heç kim mənasını verəcək. Heç kim mənasını verəcək. Anything sual cümləsində nəsə, inkar cümlədə isə heç nə mənasını verir. Everything, hər şey. Everybody, everyone, hər kəs. Nobody, no one, heç kim. Nothing, heç nə. Törəmələrin özəlliyi nədir? Törəmələrdən sonra of işlənə bilməz. İsim işlənə bilməz. Və mübtəda rolunda xəbər təkdə olur. Məsələn, somebody is coming. Kimsə gəlir, is coming. Everyone törəmədir. Every ilə one bitişik yazılıbsa törəmədə diqqətli olaq. Bunlardan sonra of işlənmir. Amma every ilə one ayrı yazılıbsa bu hər biri mənasını verir. O zaman of işlənə bilər. Yəni biz deyə bilmərik. Baxın görürsünüz törəmədə every one of the books olmaz. Amma every one of the books burada kitabların hər bir mənası verir. Olur və xəbərdə yenə təkdə olur. Niyə? Çünki ofdan əvvəl every təkdir. Ofdan əvvəl. Without inkarlıq yaratmır cümlədə. Sözsüz madam mədəndir. Amma withoutdan sonra biz yalnız eni işlədirik. Any, anybody, anyone, anything. If ilə başlayan cümlələrdə də yalnız eni işlədirik. Yəni cümlə təsdiq nəqli olsa belə görürsünüz if you need any help deyir. Tell me please. If ilə cümlə nəqlidir, təsdiqdir. Amma əslində biz burada some işlətməliyik. Amma if-ə görə eni olur. Without any milk. Withoutdan sonra eni olur. Canlı törəmələrimiz, yəni sonu body one olanlar, somebody, someone, anybody, anyone, everybody, everyone, nobody, no one. Bunlar tək olsa belə xəbəri üçüncü şəxsin cəmi ilə əvəz edilir. Yəni they, them, their. Məsələn, belə bir test olsa ki, məsələn, burada somebody has come, nöqtə nöqtə. Bu vergüllə ayrılan suallar tək questiondur uşaqlar. Bilməm, yəqin bəzilərinizin yadındadır, bəzilərinizin yox. Burada vergüldən sonra ikinci hissədə, burada yazmışam, köməkçi feilinin şəxs əvəzi olur. Biz bu köməkçi feili verilən cümlənin xəbərinə əsasən veririk. Şəxs əvəzliyində mübtədə hansı şəxsdədirsə ondan əvəz edirik. Məsələn, mübtədə Ted olsa, Ted'i bu tərəfdə he ilə əvəz edərəm də kişi cinsidir. Mübtədə my aunt, xalam olsa, onda she ilə əvəz edərəm. İndi mübtədə burada somebody'dir, somebody. Canlı törəmədir. Canlı törəməni nə ilə əvəz edirik? Z ilə. Düzdürmü? Deməli, ya D-dir, ya da Y-dir. Və burada da belə bir qayda var ki, bu tək questionlardır. Birinci səhv təsdiqdirsə, ikinci səhv inkar olmalıdır. Ona görə haven't inkarı seçirik. Anladınız uşaqlar? Belə. Sonra Bəli, müəllimə. Bəli, müəllim. və bu inkar əvəzliklərimiz neither, none bununla bağlı da deyirəm. Sonra ipucuları keçirəm.
None heç biri deməkdir. Neither də heç biri deməkdir. Bunların mənaca fərqi odur ki, neither iki şəxsdən heç biridir, iki obyekt arasında seçimdir, amma none çoxluqdan. İkinci fərq odur ki, none müstəqildir. None-dan sonra isim işlədə bilmərik. İsimlə bir halda işlənə bilər, ofla birləşərək. None of the boys, none of these, none of those, none of us. Xəbəri tək də ola bilər, cəm də ola bilər, amma bu formatı sizə mübtədə olaraq düşmür. Neither, bəli, dedik ki, neither-dan müstəqildir, isimsizdir. Amma neither isimlə də ola bilər, isimsizdən. Və əgər neither-dan sonraki isim gələrsə necə olmalıdır? Sayıla bilən tək isim olmalıdır. Xəbər də həmişə tək də olur. Məsələn, neither girl, görsən girl tək, is tək, is here. Sonra məsələn, belə bir test nümunəsinə baxaq. I have two sons, but has educated. Bax, burada birinci baxıram ki, has xəbər təkdədir, boş atdım, ol atdım. İkinci əsas ipucum batdı. Bat iki cümləsi arasında təzad yaradır, düzdürmü? Bura təsdiqdirsə, bura inkar olacaq. İnkarlı gələndir ya da neither'dır, düzdür? Amma burada da two rəqəmi var deyə, iki dənə deyir deyə. Neyi seçirik uşaqlar? Neither. 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 Neyzəni. Batdakı lazım deyil, daha formata düşmür. Bir dənə də else qaldı. Else-la no. Else daha deməkdir. Else də müstəqildir. Else-dən sonra isim işlənməz. Else-in yeri yalnız sual əvəziklərindən sonra bir də ki, törəmələrdən sonradır. Yəni, what else, which else, something else, nobody else ya törəmələrdən ya da sual əvəziklərindən sonradır. Yalnız every'nin törəmələri everybody, everyone, everything, everywhere'dən sonra isim işlənə bilməz. Aydındır? No. No'dan sonra article heç vaxt işlənmir. Ən artiklı olmaz. Z artiklı olmaz. No'dan sonra en işlənməz. Of işlənməz. No'dan sonra another işlənməz çünki article var. No ümumiyyətlə birbaşa nə istəyir? İsim istəyir. Fərqi varmı? Yoxdur. No'dan sonra təkdə, cəmdə, sayılmayan isimdə ola bilər. No book, no books, no money. No'dan sonra ya da iki əvəzi olur. No other və no more. Və bunun short negativ sentenslərdə də keçəcək inkar cümlələrdə. No'dan sonra baxın, there is no book, pen or pencil. İstəyir 10 dənə də isim sadalasın, heç birinin qabağında article verə bilmərik. There is no book, pen or a pencil. Başa düşdük? İndi uşaqlar, mən bütün bu dediklərimi kiçik bir ipucuda birləşdirirəm, hamısını yekunlaşdırırım. Elə əsas düzdür oxuyun, əslən o hissəsini əzbərləyin. Və bugün quiz yazıranda uşaqlar da gördü ki, yalnız o ipucular əsasında getdim. Bircə saniyə göstərin. Aha, ipucular nədir? Deməli, pronoun testlərində biz ilk öncə nəyə baxırıq? Nöqtələrdən sonra isim varmı? İsim varsa, hansı əvəziklərdən sonra isim işlənməzdir? 4 dənə. Yekun elə bil qısaltdıqda qaydan. Others, none, else və törəmələrdən sonra isim işlənməz. İsim varsa bu 4-ünü atırıq. İsim yoxdursa nəyə atarıq? Özündən sonra mütləq isim tələb edənlər. Every, other, no, yəni diqqət edin, bu 4-ünün sonra mütləq isim olmalıdır. Some da əslində o sıraya daxildir, amma some istisnası var. Some mübtəda yerində isimsiz işlənə bilər. Some are dancing. Bəziləri rəqs edir. Aha. İkinci ipucumuz of'dur. Of'la işlənməyən əvəzliklərimiz every, no və törəmələr. Heç burada azırsa silin, azırsa test olabilir. Düşün 3 dənə. Every, no və törəmələrdən sonra isim işlənməz. Sonra xəbərə baxırıq. Üçüncü ipucumuz xəbərdir. Xəbər təkdirsə nələri seçirik, cəmdirsə nələri. Xəbəri tək olanlar each, every, either, neither, another, the other, none, törəmələr, much, a little, little. Bunlardır. Much, a little, little. Xəbəri cəm olan əvəzliklərimiz hansılardır? Yəni törəmələr deyəndə hamısını nəzərdə tutursunuz da, yəni. Bəli, sonu body one thing olan hamısı. Somebody, someone, something, anybody, anyone, anything, nobody, no one, nothing, everybody, everyone, everything. Bunlar. Yəni body və think də belə desək, düzdürmü? Nədir? Body və think dedinizdə, everybody və think. Sonu body, one, bir də thing olanlar. Oldu.
Xəbəri cəmdə olanlar hansılardır? Xəbər cəmdəsə nələri seçirik? All, both, some, others, many, a few, several. Bunlar. İndi bunlarla bağlı test nümunələrinə baxaq. Məsələn, 52-yə baxaq. Burada bizim birinci ipucumuz nədir uşaqlar? Evdən sonra of gəlməz. Ev Məsələn, gedir. everydən sonra of gəlməz. Of varsa evrini atdıq. İkinci ipucumuz Xəbərə baxırıq. both. Xəbərə. Xəbərdə boz gedir. İçdən sonra of Ol da işlənir. gedir. İç, Yenə iç ye qalır. gedir. Ümid varsa Bozun xəbəri cəm olur. B Bəli. Bir variantı. dənə için xəbəri. Yox, o mən neydi? D yox, cavab B variantıdır. B B variantı. variantı B, işdir. B deməlim, B. Deməli, birinci ofa görə evrini atdıq, sonra xəbərə baxırıq direkt. Was tək xəbərdir, both hər ikisi cəmdir. All hamısı cəmdir. Some bəziləri cəmdir. Sonra 53-də necə baxarıq? Birinci ipucumuz nə idi dedik? Nöqtələrdən sonra ismə baxırıq. Ama ol olmaz. Eni, Non eni da gedir. çıxır. Bir dəqiqə. Novan da gedir. Sam- Cavab nədir? En iyi Yaxşı, cavabı everything. izah edeyim. No one. Çünki anyway No one. var. No one, İnkar anyway var cümlələrdə orada, ona görə. işlənir. Novan. Cümləni Meyvə. inkar etmir. Ay sağ ol. Deməli uşaqlar, birinci ismə baxdım. No. Bir dəqiqə. Nöqtələrdən sonra isim yoxdur. Every ilə enini atdım. Every və enidən sonra isim işlənməlidir. Sonra da bizə ipucumuz enidir. Eni necə cümlələrdə olur dedik? İnkar. İnkar. Kullansam təsdiqdir. İnkarlıq yaradan sadəcə ne olandır. Aydın oldu? Bəli. Sonra 58. Bayaqların buna aid bir test kimi demişdim. Friends varsa Z atılı gəlməz nodan sonra. Z. Nodan sonra article Ondan sonra gəlməz. artıq gəlmir. Müəllimə boz olar. Bəli, cavab B boş. bəli. Boş, B boş. variantı. Bayaq dedik ki, əvəzdəkinlə isim arasına article birləşdirici girmir. Girirsə onları of birləşdirməlidir. Each of the friends, some of the friends. Eğer every'dən sonra ümumiyyətlə birbaşa isim gəlməlidir. No'dan sonra da birbaşa isim. No'dan sonra dedik axı article olmaz. Ofsuz birləşə bilən yeganə hansıdır dedik? All və both. Both. Bəs 59-da? Eni. Ev varsa gedir. Bu Çünki törəmələr isim çıxır. demək sual İsim cümləsidir. var. En Şimdi işlənəcək. Amma en Enidən sual sonra həm cümləsi isim en gəlir, həm də olur. sual cümləsində olur. Halda inkarda eniştendir. Bəli. sual cümlə. İzah edeyim. Deməli uşaqlar, bax yenə də birinci ipucumuz isimdir. İsmə görə dedik ki, others, none, else və törəmələri atırıq. Nöqtələrdən sonra questions isim gəlib, nothing, something, anything törəmələri atırıq. Sonra o ismin tək və cəm olmasına baxıram. Questions cəmdədir, every təkdədir. Qaldı A, eyni. Belə. Başa düşdük? Bəli, bəli. Törəmələrdən sonra Bəli. isim gəlməz müəllim, düzdür? Bəli, bəli, gəlməz. Belə kiliyə baxaq indi. 77. Bu özü qəbula düşmüşdü bu test, yadımdadır. Müəllim, ikinci tərəfə görə D variantı səhvdir. Çünki everydən sonra gəlməz. Evdən Bir dəfə sonra. of Birinci variantda gəlmir. olla voz olmaz. Birinci variantdakı da boşdur. Boşdakı cəmdinə ev tək dilinə ol gedir. İkisi Bir dəqiqə, uşaqlar, siz necə? Ol bayaq dedik, axı ol biraz risklidir. Olu o dəqiqə atmıyor. Çünki ol hər kəs mənasında verir, hər şey mənasında verir. Xəbəri təkdə də ola bilər, cəmdə də ola bilər. Ona görə bizə bu gəlin burada bat olsun ipucu. Bat təzad yaradır da. Bir tərəf təsdiq, bir tərəf inkar. Cavablara baxıram. Təzad hardadır uşaqlar? Təzad. B variantında ikisi də. A, B də B'dir. gedir. ya A'da ya da B S'də. də gedir. B'ni atdı. Everyone hər kəs, both hər İkisi kəs. təsdiqdir. İkisi də təksir. Müəllim, A variantında törəmə var. Törəmədən sonra of Nobody'dən sonra gəlir. of işlənmir, C qalır. Bəli, vəsyo. Deməli, indi başdan gedək. Of var nöqtələrdən sonra nobody, törəməni atdım, everyni atdım. Sonra da bata baxdım. Bat da təzad yaratdığına görə B ilə D-ni atıram, qalır C variantı. Aydın oldu? Bax belə.
Bir dənə də 79-a baxaq. Hə, yox, Bir bax. tərəfi inkardadır. Mənim ikinci tərəf inkardır, ona görə B variantı Təsdiq. səhvdir. D İnkar variantı edir. zaten inkarı deyişlənmir. A ilə Y də gedir, C Aynen Aynen variantı gedir, qalır. gedir. C C'dir, variantı. C. Tamamdan eyni. Tamam, indi mən bir də izah edeyim, hamıya aydın olsun. Birinci milk, birinci ismə diqqət edirəm. Milk isimdir. İsmin qarşısında törəmələr olmaz dedik. Something-i atdıq. İkinci tərəfə baxıram ki, didn't inkardır. İnkardan sonra ikinci bir inkar olmaz. No-nu atdıq. İnkardan sonra ikinci bir inkar olmaz. Nothing-i də atdıq. İnkardan sonra some yox, nə işlənməlidir dedik. En işlənməlidir. Ona görə cavab C-dir. 80 bu da düşmüşdü qəbula. B gedir. Bəli, of varsa Y Easily. Y variantı. Nice. sonra xəbərə baxırıq. İç, Xəbərin iç. twice. D variantı müəllim. D, Xəbər D. təkdədir. D Bəli. variantı iç. Tamam, düzdür. Deməli, xəbərin təkdə olduğunu nədən bildik? Sonunda S var. Kökündə S var. Bəli. Twice. Xəbəri S ilə bitibsə, deməli, o tək xəbərdir. Amma all, some, both bunlar cəm xəbərdir. İndi 93-ə baxaq, bu da qəbul düşmüşdü. Bax, burada Bir təkdədir. Ona görə o sam Tam gedir. gedir. D variantı gedir. Ol da gedir. D də gedir. İkinci Bir tərəfə tərəfi baxaq. təsdiqdə, bir tərəfi inkarda olacaqdı. Vergi qoyurum. belə B testlər variantı da səhvdir. Hər iki B tərəf də inkar gedir. B də gedir. Everything. A variantı. A variantı A olur. variantı. Bir dəqiqə saniyələr qaldı. Bunu da deyirəm, bitir elə. Uşaqlar, bax, nothing nobody iki tərəfdə inkardır, everything everybody iki tərəfdə təsdiqdir, A-da təzaddır. Belə testlərdə bu məntiqi güdün. Təzad olanı götürün, fərqli olanı seçin. Bu qədər. Yəni bir hər şey edildiyi üçün, insanları xilas etmək üçün hər şey edildiyi üçün heç kəs daşqından əziyyət çəkmədi. Yeni link atıram, uşaqlar qoşulun.